Deməli, benzin Hyundai-dır. Səsli işləməyinin səbəbinə motorun içinə gəlin birlikdə baxaq. Görək səbəbi nədir? O bizdə bu kamera vasitəsilə biz silindrə bu cürünə baxırıq. Görürsünüz. Giliz nə gündədir bu. Bu bir tərəfini də göstəreyim. Görsən. Gilizdə izlər var. Hətta bundan klapanlarına kimi yoxlamaq olur. Vaxtında əslinə qalanda bu cür yoxlanmalıdır ki, sabahsı gün əgər bu problem normadan çoxdursa, biz müştəri deyirik ki, bu vəziyyətdə bunu sürmək olmaz. Çünki sabah şaton blok da ola bilər, porşun yapışar, xərci 2 qat arta da bilər. Onun üçün bu vəziyyətdə yoxlatmaq lazımdır bu motorları. Bunlarda çünki xəstəlikdir. İndi sizə bu motordan, iki motorun daha doğrusu fərqli motordur biraz, amma bunlarda da o problem olur. Yığmışıq, indi səsini göstərim. Xodda bir dənə, bunun əvvəlində videoda göstərəcəm sizə. Əvvəli nətər işləyirdi, biz yığandan sonra nə cür işləyir. Yığılan vəziyyətində paylaşmışam. Görürsünüz, saat kimi. Bir dənə karsunkaların çıpıltısı gəlir, o da ki, zavod salafan da alsın maşını, o cürünə səsi gəlir. Yəni, kapoda örtəndən sonra konkret bilmək olmur da, maşın işləyir, yoxsa yox. Görürsən, oldu nə? Zavod, sıfır motor. İndi bu maşında motorun yığılıb, üstünə atıb, xod deyib, onu da göstərəcəm. 651-in də motoru yığılıb, o maşında 3 motordur, motoru sökülüb. Görürsünüz nə cür işləyir, ideal. Gəl bura. İndi bunu da göstərim sizə. Bu 2 turbonun motorudur, zavod öz nasosu ilə yığılacaq. Yəni, hamısını göstərib izah eləmişəm sizə. Bu isə 3 motordur. Bunların ən böyük problemi Hyundai Kia'nın ən dözümlü benzin motorlarından biridir. Sadəcə bir dənə suyuna vaxtında baxmaq lazımdır ki, su buraxan yerləri olmasın. Necə ki, bu maşında su buraxan yeri olub, peçin şılangından buraxıb sürüblər, qalovkaları yanıb. Yəni, ən zəif hissəsi bunların qalovkanın prokladkasının yanmaqdır, çünki şpilkaları tez atır. Sizə Liboy bir Hyundai Kia'nın, Liboy bir motoru haqqında məlumat verməyə çalışdığım qədər burada göstərirəm ki, motor yerdə söküb içinə kimi göstərirəm ki, bu motorlarda bu problem olur. Keçən dəfə videoda da demişdim ki, bu 3 motorların ən zəif nöqtəsi qalovka sistemidir. Onun üçün videonu bəyənin, səhifəmizdə izləməyi unutmayın.